Bu müştərimin şalvarıdır. Görürsünüz necə yığılıbdır. Başqa dərzi eləyibdir bunu. Heç vaxt şalvarın arxası boş olanda bu formada yığılmır. Görürsünüz ciblər çox biçikdir bir-birinə. Şalvar arxadan baxanda deformasiya uğrayıbdır. Yəni bir sözlə müştərimin şalvarını başqa dərzi zayı. Şalvarın tərs üzüdür. Görürsünüz bu formada belə səliqəsiz şalvar müştəriyə vermək düzgün deyil. Gördüyünüz bu şalvar da müştərinindir. Bunu belli müştəriyə 2 barmaq daraldacağam. Beli böyükdür. Bu hissədən mən daraldanda necə daraldıram onların hər birini sizə göstərəcəm. İstəyən olsa özü evdə prova edə bilər. Bu hissələrdən vıdıçqa qoyacağam. Bütün gedişatı sizlərlə paylaşacağım. İlk öncə bu törpünü söküb çıxardırıq, amma saxlayırıq çünki yenidən qaytar tikəcəyik. Bir də bel hissəni buradan bu hissəyə kimi sökürük. Çünki buradan bura kimi belə nazik vıdıçqa qoyacağıq. Bel hissəni sökdüm, ayırdım. Burada öz yerini göstərir. Tən orta buradır. Buranı kəsirik qaçı ilə. Yəni bu qat hissələri açırıq. 3 santim götürdüyümüzə görə hər tərəfdən santi yarım işarə edirik belini. Belə birləşdirib tikirik, maşınlayırıq. Belini maşınlamamışdan öncə vıdıçqanı elə götürməliyik ki, tam bu hissəyə düşsün. Yəni bu yan hissələrinə ortasına düşsün vıdıçqa. O da 3 santi götürdüyümüzə görə santi yarım edir. Vıdıçqamızın uzunluğunu çox az götürürük. Elə edirik ki, uzunluğumuz burada dayansın da. Bu cibin iç hissəsinə keçməsin. Çünki vıdıçqamız bel ölçüsündən 3 santi götürdüyümüzə görə vıdıçqamızı az uzunluğumuz az düşür. İlk öncə bu hissələri yaxın qoyuruq ki, bir-birinin üstünə qoyuruq ki, biz vıdıçqanın ölçüsünü düzgün qoyaq. Ütü ilə əzdik. Əzəndən sonra mən təxmini götürürəm, gözə yarıq. Siz ölçü ilə götürərsiniz. Belə qoyuruq. Belindən işarə eləyirik. Bu qədər. Digər tərəfi də eynən bu üsulda eləyirik. Sonra isə başlayırıq tikməyə. Maşınladım həm vıdıçqaları, həm bel hissəsini. İndi isə ütü vururam. Zapazını az olduğu üçün içində saxlayıram. Çox olanda adətən kəsirəm. Bu tikişləri də ütülürəm ki, qat kəsin, səliqəli olsun. Tikəndə daha rahat tikim deyə. O əlim yandı. Havada istəyir, ütü də istəyir. Yandım. Oy. Görürsünüz necə səliqəli görsəniz. Düzündən də ütü vurdum. İndi bunun arasına qoyub belə qəşəng üst tikişlərini vuracağım. Bitiyorum. Törpünü də öz yerinə tikəcəm. Hazır. Bu da nəticə. Çox gözəl alındı. Heç kəs deyə bilməz ki, bu şalvarın bel hissəsi düzəlibdir. Bu da şalvarın tərs üzü. Yəni gördüyüm işin səliqəsi göz önündədir.